Hər birinizi salamlayıram. Bu videoda mənimlə ödəm və şişkinlikdən 10 dəqiqəyə azad olmağın yollarını öyrənəcəksiniz. İlk hərəkət olaraq başlayırıq. Qulaq masajından hər iki tərəfə 15 dəfə masaj eləyirik. Sonra qulağın arxa hissəsini 15 dəfə hər iki tərəfdən masaj eləyirik. Boynu yanlara doğru əyib saxlayırıq. Hər iki tərəfə 2 dəqiqə kifayət edir. Bundan sonra isə bədənimizi əlimizlə döyəcləyirik, yəni təzyiq göstəririk. 2-3 dəqiqə daha çox sinə və yuxarı limfatik sistemin oyanması üçün. Sonra isə əllərimizi yuxarıda birləşdiririk. Önə doğru, arxaya, qabağa 15-20 dəfə əyilirik. Onurğanın daha yaxşı işləməsinə kömək edir. Və sonunda isə qarın hərəkətini eləyəcək. Yerə bədənimizi tam şəkildə sabitləyirik ilk öncə. Ondan sonra isə qarnımızı yuxarı, aşağı doğru və dairəvi hərəkətlərlə sağa, sola doğru 20-25 dəfə hərəkət etdiririk. Beləliklə 10 dəqiqəyə ödəm və şişkinlikdən azad olacağıq. Növbəti